Bugün biz Berlində təhsil alan tələbələrlə və eyni zamanda da Berlin ətrafında yaşayan tələbələrlə görüş keçirdik. Bu tələbələrimizi sadəcə Almaniyada təhsilə göndərmək deyil, eyni zamanda onlar artıq Almaniyada təhsil alarkən də onların problemləri ilə məşğul olmaq, onların hansı sualları varsa onları cavablandırmaq, onlara çətinliklərdə dəstək olmaq üçün məhz burdayıq. Yəni bu da onu göstərir ki, biz tələbələrimizi xaricdə təhsilə göndərdikdən sonra da onlarla maraqlanırıq, onlara dəstək olmağa çalışırıq. Və bugün bu tədbirimizə qatılan tələbələrimiz müxtəlif ixtisaslar üzrə Almaniyada təhsilə başlayıblar. Student kolleg pilləsində bakalavr və yaxud da magistr tələbələri də eyni zamanda uzun illər öncə mərkəzimizin tələbəsi olmuş mütəxəssis vəzifəsində artıq Almaniyada çalışan şəxslər də bugünkü tədbirdə iştirak edirdilər və öz təcrübələrini tələbələrlə bölüşdülər. Bu görüşlərin sayını irəlidə artırmağı düşünürük. Nəinki Berlində, eyni zamanda Almaniyanın digər şəhərlərində də və o şəhərlərə yaxın olan ərazilərdə də tələbələrimizlə tez-tez sıx-sıx əlaqə saxlayaraq onlar üçün görüşlər təşkil edəcəyik. Görüşə qatılan bütün tələbələrimizə, bütün məzunlarımıza və eyni zamanda qonaqlarımıza təşəkkür edirik. Mən də vaxtilə bugün burada oturan bəzi tələbələr kimi təhsilimi Almaniyada almışam, Alman dili müəlliməsi üzrə. Hal-hazırda bugünkü tədbirdə iştirak etməyim İnara Əliyevanın sayəsindədir, Arı Təhsil Mərkəzinin rəhbəri. Məni bu tədbirə dəvət etdiyi üçün ona şəxsən təşəkkür edirəm və bugün burada əgər bugünkü gənclərə bir motivasiya ola bildimsə, bu məni çox sevindirir və hər bir tələbəyə təhsil həyatında uğurlar arzulayıram və İnara xanıma da işlərində uğurlar və başarılar diləyirəm. Miqrasiya yolunda, inteqrasiya prosesində olan təcrübələrimizi paylaşdıq. Çünki bilirik ki, uğursuz miqrasiya, uğursuz inteqrasiya özünün uzunmüddətli psixoloji, psixososial izlərini buraxa bilər. Bunun qarşısını almaq üçün bu təcrübə mübadiləsi çox vacibdir. Ümid edirəm ki, faydalı olmuşdur bizim vətəndaşlarımıza, gənc kolleqalarımıza. Dəvət üçün də Arı Tədris Mərkəzinin təsisçisi İnara xanıma dərin təşəkkürümü bildirirəm.